Hörmətli cənab prezident, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz, Qarabağa xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əvvəlcə qonaqpərvərliyə görə minnətdaram. Ötən il ölkənizə rəsmi səfərimdən və müzakirələrimizdən xoş xatirələr qalır. Məmnunam ki, fəal dialoqu davam etdiririk. Eyni zamanda şadam ki, sizi administrasiyanızın və hökumətinizin mühüm üzvlərindən ibarət çox böyük nümayəndə heyəti müşayiət edir. Biz də böyük heyətimizlə buradayıq. Bu, işin və ikitərəfli gündəliyin miqyasını, həmçinin irəliləyişi gördüyümüz və əlavə irəliləyişi görmək istədiyimiz həmin istiqamətləri nümayiş etdirir. Elə indicə bir çox məsələlərlə bağlı təkbətək fikir mübadiləsi apardıq. İndi isə nümayəndə heyətləri ilə davam edirik. Tam əminəm ki, bu səfər tərəfdaşlığımıza əlavə təkan verəcək. Sizi Qarabağda qəbul etmək xüsusilə xoşdur. Sabah siz Bakıda olacaqsınız. Biz həmçinin hazırda Slovak şirkəti tərəfindən tikilən ağıllı kəndə səfər edəcəyik və bu, güclü əlaqələrimizin digər yaxşı nümunəsidir. Hazırda burada, Qarabağda yenidən qurma işləri hökumətimizin əsas prioritetlərindən biridir. Buna görə Slovak mütəxəssislərinin iştirakı olduqca vacibdir. Bir sözlə, biz bugün gündəliyimizdə olan bir çox məsələləri əhatə edəcəyik. Bir daha xoş gəlmisiniz və dəvətimi qəbul etdiyinizə görə minnətdaram. Çox sağ olun, cənab prezident. Güclü nümayəndə heyəti ilə yenidən Azərbaycanda olmaq bizim üçün böyük şərəfdir və dəvətinizə görə sizə bir daha təşəkkürümü bildirirəm. Sizin Bratislavaya səfəriniz mənim də xatirimdədir. Həmin səfər diplomatik münasibətlərimizin tarixində mühüm səfər oldu. Əlbəttə, mən Bakıda deyil, Qarabağda, Şuşada görüşmək təklifinizi çox yüksək dəyərləndirirəm. Biz həqiqətən böyük təəssürat altındayıq. Ötən gecədən başlayaraq cəmi bir neçə saatdır buradayıq və azad ediləndən sonra bir neçə il ərzində görülmüş işlər, həyata keçirilmiş infrastruktur layihələri bizə xoş təəssürat bağışladı. Biz çox fərəhlənirik ki, Slovakiya həmin işlərdə iştirak edir. Həmin mühüm layihələrdə iştirak edən iki xarici şirkətlərdən biri bizik. Ümid edirik ki, Slovak ekspertlər gələn illərdə də burada digər yeni layihələrdə iştirak edəcəklər. Geniş tərkibdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub.